Hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə dair mübarizə işləri davam edir. Qaradağda sərnişin daşıma fəaliyyəti adı altında narkokuryerlik edən şəxslərdən 10 kiloqram marixuana və tiryək aşkarlanıb. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Qaradağ rayon polis idarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar. Onların üzərindən Tural Rəhmanova məxsus mikroavtobusdan 8 kiloqram 380 qram marixuana, 2 kiloqram 560 qram tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsir edici xassəyə malik metadon həbi aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Araşdırma zamanı onların şəhərlərarası sərnişin daşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.